Salam hörmətli həmkarlar, hər birinizi xoş gördük və bir neçə gündür yeni araşdırmalar, yeni vəsaitlər üzərində işləyirəm. Ona görə də bir çox hallarda ardıcı olaraq videolar olmaya bilər, amma narahat olmayın. Dünən Bakı şəhərində çox maraqlı bir hadisə baş verdi. 147 sayılı bir lisey var və liseyin 5 ildir direktor əvəzi. Demək, bütün varlığı ilə, kollektiv ilə bir yerdə çalışıb, liseyi Bakıda ən yaxşı məktəblərin birinə çevirib. İstər Dövlət İmtahan Mərkəzinin statistikasında, istərsə də Elm və Təhsil Nazirliyinin statistikasında məktəb bütün parametrlərinə görə irəli gedib. Və noyabrın 3-də demək, Sumqayıtda yerləşən Ağdam məktəblərinin birinin, orta məktəbin birinin gənc bir direktoru, cəmi 2 ildir, 3 ildir direktor təyin olunur bura. Və birdən-birə 147 nömrəli məktəbə gəlirlər, dünən 2 saatdakı ay kollektiv yığışın, sizə yeni direktor gətirmişik. Kollektiv dərsə girmir, haykü eləyir, dərhal hamı əl-ayağa düşür ki, bir-birsiz Allah mətbuata çıxmasın iş və s. Mən özümü buradan tuturam o zata, hansı ki bu ölkə təhsilini bu günə qoyub, o canlı meydə. Deyirsən ki, biz belə düşünürük, biz belə fikirləşirik. Və biz dediyin kimdir? Görün sizin səviyyəniz, qabiliyyətiniz, təhsilə anlayışınız nədir? Ki, yaxşı, bundan sonra o məktəb direktoru hansı ürəklə işləsin? Deyəcək ki, bu Salah xanım da işlədi də 5 il. Nəticəsi nə oldu? Bu ölkənin, mən bəzən deyəndə, məsələn, sizdən kimsə İsa Məsih kimi dünyaya gəlib, biri fiziki və əqli qüsuru var. Deyirlər ki, ay Ölşən müəllim, onun İsa Məsih kimi anadan olmasına dəyməklə nə işin var? Bunu düz eləmirsən. Fiziki qüsuru var, bunu düz... Mən yoldan keçənin fiziki qüsuruna demirəm, amma bu insan fiziki qüsurludur, ətrafında olan bütün fiziki cəhətdən sağlam insanlara bir qısnaması var, qısqanclığı var və nəticə etibarı ilə bu iki dost birləşib Azərbaycan təhsilinə qarşı o qədər belə düşmən mövqe tutdular Azərbaycan xalqına qarşı. Yaxşı, bunun adı nədir? Bundan qabaq da 189-190 nömrəli məktəbə olan təyinat. Nə deməkdir bu? Siz belə düşünürsünüz, eləmi? Axı sizdən başqa da hamı görür, elədiklərinizi də görürük də. Və mən bir şeyi başa düşə bilmirəm ki, ən azı axmaq olasan ki, bir işləyən bir məktəbin, bütün nəticələrinə görə qabaqcıl olan bir məktəbin direktoruna qarşı bu addımı atar. Direktor da deyil, direktor əvəzidir. Əvvəla yeni təyin olunan direktoru tanıyıram, mənim dərslərimdə iştirak edən şəxsdir, gəncdir, hələ ona bir müddət mavin işləmək lazımdır. Amma yaxşı sual olunur da, cəmi 30-40 nəfər şagirdi olan, umumorta bir məktəbin cəmi 2 ildir direktoru seçilmiş gənc bir xanımı, hansı ağılla heç bir təcrübəsi olmayan bir xanımı ölkənin ən aparıcı lise məktəbinə direktor təyin edirsiniz. Hansı ki 5 ildir, yaxşı sual olunur və 5 ildir niyə direktor əvəzi idi bundan əvvəlki? Niyə təyin eləmirdiniz? Axı məktəbi demirdiniz, məktəbdə şəffaf mühit yaradılmışdı. Dövlət İmtahan Mərkəzinin bütün 40 pillə irəliyib, nə bilim, sizin bütün keçirdiyiniz tədbirlərdə beynəlxalq olimpiyadalara uşaq verib, yerli olimpiyadalara uşaq verib. Siz təhsili düşünən deyilsiniz. Siz təhsili düşünən deyilsiniz. Siz ancaq cibinizi və beyninizdə olan o əxlaqsız düşüncələrinizi ancaq fikirləşirsiniz. Hamı yaxşı bilir. Təyinatlar necə olur, nə üçün olur. Bu sözdə yəni. Tərbiyə mühitini birinci növbədə məktəblərdə psixoloji mühiti dağıtdınız, sonra tərbiyə mühitini dağıtdınız. İndi kimin nə adamı var, nə yanlığı var, nə cür gətirib hara qoyur. Bu təhsil sizin işiniz deyil. Bu təhsil, yəni
təhsildə elədiklərinizin hökmən cavabını verəcəksiniz. Dövlət orqanları, dövlət tərəfindən də cavabı olacaq, amma Allah tərəfindən də cavabı olacaq. Mən söz tapmıram. Mən söz tapmıram. Ancaq yəni bu şəkildə ola bilər. Məni qınayan dostlar, tanışlar, nə deyim? Yəni ancaq belə də əsli nəsli olmayan bir insan millətinə bağlı ola bilməz. Xalqına bağlı ola bilməz. Və bugün baş verənlər də göz qabağındadır. Ölkə təhsili çökür. Çöküb, məhv günündədir. Və bu zat da gəlir 2-3 aydan bir artist kimi çıxır bir briefing təşkil edir. Deyir ki, biz belə düşünürük. Sənin düşüncən budur da. Düşüncən də ağlın boydadır. Ağlın da düşüncən boydadır. Möhkəm durun. Allah böyükdür, Allah dövlətimizi qorusun. Cənab Prezident, düşünürəm ki, Cənab Prezidentin etimadına qarşı xəyanət yolunu tutan istənilən bir şəxs biraz gec, amma lazımi cəzasını alır. Bugün təhsil sistemində baş verənlər yəqin ki, aidiyyatı orqanlar Cənab Prezidentin qarşısına qoyacaqlar və Cənab Prezidentin o sözü var, nəyin, nə vaxt, necə olacağını mən bilirəm. Yəqin ki, bir məsələlər var. Mən düşünürəm ki, Azərbaycan xalqına, Azərbaycan millətinə qarşı düşmən yolunu tutan, bax, indiki təhsil sisteminin başında duran və onun o şərabçılıq zavodundan, nə bilim, hardan gətirdiyi dostları ilə birlikdə hamı cəzasını alacaq. Təşəkkür edirəm, videonu paylaşmağı unutmayın.